Sosial şəbəkədə məşhur olan bu sosisikaları evdə mən də nəhayət hazırladım. Hazırlanması üçün toyuğun sinə əti, çuğundur, kök, sarımsaq və bol ədva lazımdır. Mən çox hazırladığım üçün çox ərzaqdan istifadə etdim. Yarım kiloqrama yaxın toyuğun sinə əti, 2 ədəd böyük çuğundur, 3 ədəd kök, 2 diş sarımsaq və bol ədva, duz, istot, paprika əlavə edib hamısını blenderdən keçirib videoda göründüyü kimi kağız əlavə etdim və istricin üzərinə sosisika forması verib büktüm və hər tərəfini sapla bağladım ki, qaynadıqda açılmasın. 15 dəqiqə qaynatdım və qaynatdıqdan sonra isə yağda qızartdım. Hətta qaynatdıqda biri açıldı. Yağda da bu şəkildə qızartdıqdan sonra makaronla servis etdim. Düzünü deyim, mən belə ləzzətli alınacağını gözləmirdim. Düzdür, çətin idi hazırlanması. Çox vaxt apardı, amma dadı isə əla idi. Bir sözlə marketdən sosisika almağa dəyməz. Evdə belə faydalı və sosisikanı özünüz hazırlaya bilərsiniz. Fikir olsun deyə paylaşdım. Hər kəsə nuş olsun.